Salam, hər vaxtınız xeyir olsun. 11-ci sinif maraqlı bir sualın izahına baxırıq. Sualda deyirlər 1 bölü x minus 1 bölü y bərabərdir 8-də 1, x çıxılsın y bərabərdir mənfi 4, tənliklər sistemindən x, y hasilini tapın. Əvvəlcə birinci tənliyi yazırıq bura və ortaq məxrəc gətiririk. Bunlar üçün ortaq məxrəc nə olur? X vur y olur. Onda ortaq məxrəclərin hasili oldusa, əgər bu zaman çarpaz y-i 1-ə vurdun, y elədi, çıxılsın, x-i 1-ə vurdun, x elədi. Bərabərdir 8-də 1. Bizə x minus y mənfi 4 veribsə, onda y minus x müsbət 4 olar. Olur burada 4 bölünsün, x vurulsun y, bərabərdir 8-də 1. Bunlarda çarpaz vurarıq, x, y bərabər də olur, 4 vur 8, bu da bərabər deyilir 32. Yəni, bu sualın cavabı elədir 32.